Salam hörmətli Meyxana TV izləyiciləri, hər birinizi salamlayırıq, hər birinizi xoş gördük. Bugün də Sumqayıtın Corat kəndimizin köhnə söz deyənlərindən olan, gözəl söz demək, əsl qədim meyxananı bugünkü gündə yaşadan Bəxtiyar qardaşımızla görüşmüşük. Xoş gördük şahid səni bir də. Xoş gördük olsun. Əvvəl səni daha çox görürdük toylarda, Ayniz kanalında, qulp verilişində, şəxsən özüm sizin meyxanaları hər həftə gözləyirdim. Amma son dönəmlərdə görsənmişsiniz. Necə? Niyə yoxsuz bu meydanlarda? Xahiş edirik. Yəni bizdən istəyirlər, çünki deyirlər ki, köhnə şairləri çəkin göstərin. Mən də salamlayıram hər kəsi. Müəyyən bir vaxt oldu ki, televiziyada iştirak eləmədim, yarışlara qatılmadım. İndi şükür Allah ki, yenə də sənətimlənəm. Yenə qayıtmışıq sənətə. İstəyir, camaat istəyir, yenə qayıtmışıq. Yəni şükür Allah'a yenə sənətliyik. Dönəm oldu ki, aralaşmaq lazım idi. İndi şükür Allah'a yenə sənətliyik. Lap gözəl. Şair, yer gəlmişsən sənətə yenidən qayıtmağınızı, son buraxdığınız mahnı Gəlmədi adlı musiqi. İnan Allaha deyən tam səmimi deyirəm ki, dinləməyənlər də məsləhət görürəm ki, dinləsinlər. Bəxtiyar Coratlı Gəlmədi. Çox super istəyir, sözləri istəyir, avaz, musiqi əla. Amma yetərincə effekt verdimi? Yəni gözlədiyin nəticəni ala bildinmi? Ya gözlədiyim nəticə zaten olmadı. Ona görə mənim həm birinci işim idi, mahnı söhbəti. Belə şükür Allaha ki, yəni sevənlər var. Belə qulaq asırlar, hamı çox sizdən gelir, şair qəşəng alınıb, yaxşıdır. Amma belə gözlədiyim nəticə olmadı. Yenə də şükür Allaha. Şükür olsun. İnşallah bundan sonra da izləməyənlər də izləyər, qiymətləndirərlər, kommentlərdə fikirlərini bildirərlər. Şair, bir də biz bilirik ki, sizin ustad Mahir Cürət olur, yer gəlmişə Mahir Cürət də buradan salamlayırıq, ondan bəhrələnmişsiniz. Bugünkü gün yenə necə bu ustad tələbə münasibətləri davam edir? Ümumiyyətlə, hansı ondan başqa ustadlardan sizə dəstək olublar və yaxud bugünkü gündə olurlar? Ümumiyyətlə, bugün hansı ortamda, hansı şairlərlə məclislərə gedirsiniz, kimlərlə bir yerdə olursunuz? Onu da bilmədiniz, bu çox maraqlıdır. Sənətdə mənə dəstək olan yeganə insan Mahir olub. Mahir Cürət. Allah can sağlığı versin, xəstədə Allah şəfasını versin. Amin. Yəni, mən ondan başqa hansısa bir meyxana deyən mənə dəstək olsun, olmayıb. Çörək yiyəsi Mahir eləyib mən. Əlavə də ki, o dostlarla toya getdiyim insanlar Elnur Ağdamlıdır, Balabəydir, Mənadır, Gülağadır, Elman İsmaillidir, Məhəmməddir, Fəda. Yəni, bir dəqiqə Rüfət Nasılsındır, bir dəqiqə onlarla bir iş birliyimiz var. Yer gəlmişə hamısını salamlayıram. Yer gəlmişə hamısını da salamlayıram buradan. Allah canlarını sayesinde, Allah rızqını versin. Yəni, mən Mahirdən başqa heç kimdən dəstək görməmişim. Sənətə ilk addımlayandan bu günə qədər Mahir Cürətdən başqa mənə dəstək olan olmuyor. Allah ustadımıza ömür versin. Allah can sağlığı versin. Bəs siz ondan aldıqlarınızı gələn nəslə, cavanlara ötürürsünüz, tələbə falan hazırlamaq, belə bir şey varmı bugünkü gün? Yəni, öyrəndiklərinizi kiməsə ötürürsünüz, yoxsa elə sadəcə özünüzdən özünüz istifadə edirsiniz? Yox, var, yanımıza gəlib gedən uşaqlar var, sənət öyrənənlər var, sırf meyxanla məşğul olmaq istəyənlər var ki, gələcəkdə özünü tapmaq istəyən uşaqlar var ki, bu dəqiqə gəlib gedirlər yanımda. Dedim, mən alt çəkməyəcəyəm. Allah olanı da təbini rəvan eləsin. Yox, var. Özümüzdə saxlaya bilməliyik axı onu biz. Məcbur ötürək kiməsə o enerjini ki, o adam da gələcəyini qurmalıdır, gələcəyini, yəni nəticəsini biz də görməliyik onu ki, bu adam nəsə elədi. Şahid, bir daha minnətdarlıq bildirirsə, biz istəyirik sizi tez-tez görək məclislərdə, toylarda. Çünki siz bugünkü gün klassik meyxananı yaşadan 3-5 meyxana deyən varsa, onlardan da birisiniz siz. Və sonda izləyicilərimizə, meyxana həvəskarlarına son sözünüzü, yəni ki, istəyinizi, arzunuzu, sözünüzü istəyərik deyərsiniz. Mən izləyicilərə ancaq onu deyirəm ki, Orxan qardaşımızın kanalında
İnşallah yeni işlərimiz var, yeni işlərimiz olacaq. İzləmədə qalsınlar. Meyxana TV-ni izləsinlər ancaq. Çox sağ Hər kəsə olun. uğurlar arzu edirəm. Allah var eləsin. Sağ olun. Sağ olun.